Salam, hər vaxtınız xeyir. Bugün sizlərə buraxılış suallarından birinin izahını təqdim edirəm. Sualın şərtində qeyd edir. Hansı sözün tərkibindəki üçüncü şəkilçi çıxarılarsa, qurluqça növü və ümumi qrammatik mənası dəyişir. Gəlin birinci kök şəkilçi ayıraq. Kənd, kəndlilər, imiz, dəkidir. Acı, acıqlanmaq, acıqlandırmaq, acıqlandır. Salam, salamlamaq, salamlaşmaq, salamlaşmalı. Birləşmək, birləşdirmək, birləşdirmək. Bağ, bağça, bağçalar, ömür. İndi gəlin üçüncü şəkilçiləri seçək. Üçüncü şəkilçidəki, üçüncü şəkilçidə, üçüncü şəkilçi manə, üçüncü şəkilçi maluməli və burada üçüncü şəkilçi ömür şəkilçidir. Bu şəkilçilərdən deyir hansını çıxarsa, qurluqça növü avtomatik dəyişir. Təbii ki, burada cavabımız A variantımız olacaq. Burada kəndlərimizdəki sözü sifətdir. Daki dəki şəkilçisini buradan çıxarsa, bu söz olacaq isim və sadə olacaq. Ona görə cavabımız A variantı. B variantında D zaman şəkilçisini çıxarsaq, qurluqça növü dəyişməyəcək. C variantında malum vacibin şəkilçisini çıxarsaq, yenə də qurluqça növü dəyişməyəcək. Birləşdirmədi sözündə inkar şəkilçisi maluməni çıxarsaq, qurluqça növü dəyişməyəcək. E variantında isə ımız mənsubiyyət şəkilçisini çıxararsa, yenə də qurluqça növü dəyişməyəcək. Cavabımız A variantı. Əgər izahım sizlər üçün faydalı olursa, kanalıma abunə olub, beğenməyi və paylaşmağı unutmayın.